2026 Qoç üçün ayaqda qalmaq ili deyil, irəli qaçmaq ilidir. Bu bürcü ilin ilk yarısında karyerada böyük dəyişiklik gözləyir. Yeni iş təklifi, vəzifə yüksəlişi və ya öz biznesini qurmaq şansı yaranır. Pul mövzusunda sürətli qazanc dönəmi yaxınlaşır, amma məsuliyyət də artır. Münasibətlərdə isə Qoç artıq emosional olaraq gizlənmir, nə istəyirsə birbaşa deyəcək. At ili Qoçu lider kimi önə çıxarır, risk edən Qoç isə böyük mükafat alır. Buğa üçün 2026 sakit ili olmayacaq. At ili Buğanı komfort zonasından çıxmağa məcbur edir. İldə ən çox dəyişiklik yaşayan bürclərdən biri məhz Buğa olacaq. Pul mövzusunda gözlənilməz fürsət var, sərmayə, miras, iş dəyişikliyi və ya əlavə qazanc qapısı açılır. Sevgi mövzusunda isə Buğa ya ciddi qərar verəcək, ya da münasibəti tərk edib daha yaxşısına doğru gedəcək. Sağlamlıq və enerji yüksəlir. Buğa 2026-da həm bədən, həm də həyat tərzini yeniləyir. Əkizlər bürcü. Əkizlər üçün 2026 məlumat, tanışlıq və əlaqələr ilidir. Bu bürc ilin ortasında həyatını dəyişdirəcək bir xəbər alır. Yeni şəhər, yeni iş və ya tamamilə fərqli bir yol ortaya çıxa bilər. At ili əkizlərə səyahət və hərəkət enerjisi gətirir, bir yerdə dayanmaq çətinləşəcək. Sevgi mövzusunda həyəcan artır, xüsusilə keçmişdən qayıdan bir insan əkizləri qərarsız buraxa bilər. Pul mövzusunda isə ani gəlirlər mümkündür, amma israf riski var. Xərçəng üçün 2026 duyğusal oyanış ilidir. Bu bürc həm ailə, həm sevgi, həm də şəxsi həyatında güclü dəyişiklik yaşayır. Ev dəyişmək, yeni mühitə keçmək və ya ailə ilə bağlı böyük qərar gözlənilir. At ilinin enerjisi xərçəngi qoruyur, amma eyni zamanda cəsarətləndirilir. Sevgi həyatı güclənir, ya münasibət dərinləşir, ya da xərçəng toxunduğu insanın həyatını dəyişir. Pul və karyerada isə yavaş-yavaş amma sabit yüksəliş var. 2026 xərçəng üçün özünü tapma ili olacaq. Şir bürcü. Şir üçün 2026 parıltının geri döndüyü ildə. At ilinin enerjisi Şiri diqqət mərkəzinə çəkir. Karyera sahəsində böyük uğurlar, tanınma, izləyici artımı və ya işdə yüksək mövqe mümkündür. Şir artıq öz istedadını gizlətmək istəməyəcək. Sevgi sahəsində isə Şir ciddi addım atır, toy, nişan, birlikdə yaşamaq və ya yeni münasibət başlayır. Pul mövzusu stabil deyil, amma Şir 2026-da böyük qazanc üçün risk etməyə hazır olacaq. İlin ən güclü bürclərindən biridir. Qız üçün 2026 planların həyata keçdiyi ildir. Bütün uzunmüddətli işlər, məqsədlər, layihələr bu il nəticə verəcək. At ilinin enerjisi qızı həm maddi, həm də mənəvi cəhətdən gücləndirir. İş dəyişikliyi, yeni mühit, şəxsi inkişaf və ya təhsil planı reallaşır. Qız bürcü bu il həm sevgi, həm də pul mövzusunda real nəticələr görəcək. Münasibətlərdə isə qız daha seçici olacaq. Boş şeylərə enerjisini sərf etməyəcək. 2026 qız üçün məhsuldar və faydalı bir ildir. Tərəzi üçün 2026 balans tapmaq ilidir. At ilinin enerjisi tərəzini həm gücləndirir, həm də sınağa çəkir. Xüsusilə sevgi sahəsində ciddi qərar günü gələcək. Ya münasibət ciddi mərhələyə keçəcək, ya da tərəzi öz yoluna tək davam edəcək. Karyerada dəyişiklik və yeni müqavilə imkanları yaranır. Pul mövzusunda da yüksəliş var, amma xərclər də artır. Tərəzi 2026-da daha cəsarətli olacaq. Ən çox da özünü müdafiə etməyi öyrənəcək. Əqrəb üçün 2026 həyatın 180 dəyişdiyi ildir. At ilinin enerjisi Əqrəbi köhnə yüklərdən azad edir. Bu il xüsusilə münasibətlər, keçmiş bağlar və emosional xarakterli yaşantılar tamamilə yenilənəcək. Əqrəb yeni dövrə keçir, güclü, cəsur və daha sakit. Pul mövzusunda sürətli yüksəliş mümkündür. İş həyatında isə Əqrəb daha çox diqqət çəkəcək. Sirli hadisələr, intuisiya və yuxular bu il Əqrəbi çox yönləndirəcək. 2026 Əqrəbin təmizləmə və yenilənmə ilidir. Xatan üçün 2026 sərhədləri aşmaq ilidir. Səyahət, xariclə bağlı iş, təhsil və yeni layihələr önə çıxır. At ilinin enerjisi Xatanı güclü motivasiya ilə doldurur. Pul mövzusunda uğurlu dövrə girir, amma risklərə diqqət etmək lazımdır. Sevgi həyatı həyəcanlı olacaq, yeni tanışlıqlar, sürətli yaxınlaşmalar və gözlənilməz addımlar mümkündür. Xatan 2026-da çox dəyişəcək və azadlığını daha dərin hiss edəcək.
Oğlaq üçün 2026 zəhmətin nəticəsini gördüyü ildir. At ilinin enerjisi Oğlaq, karyera yüksəlişi, güclü mövqe və maddi sabitlik gətirir. İş həyatı daha sürətli olacaq, amma Oğlaq bu ritmə uyğunlaşacaq. Sevgi sahəsində isə Oğlaq daha səmimi olacaq və uzun müddətli münasibətlər güclənəcək. Özünü çox yoran məsuliyyətlərdən də qurtula bilər. 2026 Oğlağın illərdir qurduğu planların gerçəkləşdiyi ildir. Dolça üçün 2026 sürprizlərlə doludur. At ilinin enerjisi Dolçaya həm yenilik, həm də qəfil dəyişiklikləri gətirir. Yeni başlanğıc, yeni çevrə yaratmaq, layihə açmaq və ya həyat tərzini dəyişmək mümkündür. Pul mövzusunda gözlənilməz gəlirlər var. Sevgi sahəsində isə Dolça ehtimal ki, 2026-da özünə uyğun biri ilə qarşılaşacaq ya da mövcud münasibətdə yeni mərhələyə keçəcək. Dolça üçün 2026 yaradıcı və azadlaşdırıcı ildir. Balıq üçün 2026 intuisiya, ruhsallıq və daxili gücün oyanış ilidir. At ilinin enerjisi balığın emosional tərəfini gücləndirir, amma eyni zamanda qoruyur. Bu il balıq həm iş, həm sevgi, həm də şəxsi həyatında güclü qərarlar verəcək. Pul mövzusunda yavaş-yavaş artım var. Münasibətlərdə isə balıq daha cəsarətli olub nə istədiyini açıq şəkildə deyəcək. Əziz izləyicilər, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hər gün yeni bürc proqnozları, sürpriz xəbərlər və 2026-cı ilin enerjilərindən xəbərdar olmaq üçün yanında qalın. Bəyənməniz və yayınız mənə böyük motivasiya verir. Gələn videoda görüşərik.